Mən üz qulluğu məhsulları yığmışdım. İndi sizə onları biraz göstərmək istəyirəm. Və yaxud sırf üz qulluğu, sırf makyaj, hansı məhsulları istəsəz, onu da şərhlərdə yazarsınız. Mən sırf ona aid bir video çəkərəm. Çünki burada çox bir şey var. Mən bunları başladım saatlarla qutaram. Mənə isə də maraqsız olar, mənə də editləmək. Bu CeraVe'nin üz yuma gelidir. Bu makyaj təmizləmək üçün deyil. Məsələn, mən makyajı bununla təmizləyirəm. Pambıq disklərlə. Sonra bundan sadəcə üzümü yuyuram. Bu nədir? Bu da CeraVe üz yuma gelidir. Amma bu həftədə bir dəfə eləmək üçün. Məsələn, bu sırf əgər səpgilər falan varsa, aknelərə qarşı olan bir şeydir və bunu yandan sonra sifət pis nə dərəcədə. Yəni bu içində salisil asid olduğu üçün çox ehtiyatlı olmaq lazımdır. Sifət qızara bilər, səpə bilər, hətta aknelər arta bilər. Ona görə də bundan çox ehtiyatlı davranmaq lazımdır. Ordinary-nin göz altı üçün serumdur. Kafein serum. Yəqin ki, eşitmişsiniz çünki çox məşhurdur. Mən də məşhurluğuna görə aldım. Sözün açığı hələ təzə almışam, heç bir fikrim yoxdur. Yəni 2 dəfə üst-üstə istifadə eləməmişəm. Deyilənə görə çox yaxşı bir məhsuldur. Bilmirəm. Yaxşıdır, yalandan deyirlər, doğrudan deyirlər, çoxu da yalandan deyirlər zaten. Bu da ləkə əleyhinə The Ordinary-nin azelik asididir. Bu da çox əslində biraz ehtiyatlı olunması gərəkən bir şeydir. Çünki asidlər turşu adlanır da mən bilirəm. Bu da təhlükəli bir şeydir. Üzə biraz prob qoymaq lazımdır. Yoxlayıb üzü sonra bundan istifadə etmək olar. Guya ki, ləkə əleyhinə yaxşı bir vasitədir. Üzü təmizləmək vasitəsidir Biodermadan. Bu çox məntiqsiz, çox mənasız, çox lazımsız buydu. Bu mənim üzümü səpdirdi. Nə yalan deyim? Bu mənim üzümü səpdirdi uşaqlar. Bunu heç görsünüz yaradıcı istifadə edirəm. Çünki bu mənim üzümü səpdirdi. Bu sırf geldir, üz yuma gelidir. Bunu da almışdım, amma bunu da bəyənmədim. Bu arada bir dəqiqə fasilə veririk və bu dəqiqə sizi gözləyirəm. TikTok və Instagram səhifəsi açmışam. Çox yenidir. Videoya pauza verin, gedin TikTok və Instagram səhifəmə də abunə olun, gəlin. Bu üzü yuyandan sonra üzdə bir yapışqanlıq hissi yaradırdı. Nə qədər təmiz su ilə belə yusan, üzdə narahat verici bir yapışqanlıq təbəqə yaradır. Onu sevmirəm. Məncə üz dəri qulluq vasitəsi deyəndə əsas bunlar nəzərdə tutulur. Bunlar nədir? Nəmləndirici ilə günəş kremidir. Nəmləndirici də məndə Biodermadandır. Amma bunun bildiyiniz kimi bilmirəm, bilirsiniz yoxsa yox. Çox güman ki, bilirsiniz. Belə eləyirlər o nəsə belə. İşləyirmiş. Mən həmişə dedim ki, bu kamera niyə belə eləyirlər? Gəkindi nəsə, amma həqiqətən də fokuslayırmış. Biodermanın nəmləndirisinin çoxlu növləri. Məsələn, bunun mavi rəngi var, yaşlı rəngi var, sadəsi var. Bu sırf həssas və quru dərilər üçün də, o üçün mən bundan almışam. Günəş kremində çoxlu növləri var. Mən ondan da düzəlmədi. Heç düzəlmədi. Mən onu da bundan almışam. O da Biodermadır. Hələ ki, yəni razıyam. Bir də mənim burada gözaltı nəmləndiricim var. Burada bir sayıram çox gəlir. Çünki mən özüm həmişə kimlərəsə məsəl üçün səhifələrindəmi və nəsə baxan deyirəm ki, bu insan üzünə nə qədər şey çəkir. Yəni bu qədər şey ehtiyac yoxdur. Bir dənə nəmləndirici vururam, vəsiyo. Amma indi sayıram görürəm məndə də çox gəlir. Amma həqiqətən elə deyil. Yəni əslində burada heç bir şey yoxdur. Üz yuma gelidir, üz təmizləmək heç dəxilsiz bir şeydir. Bir dənə nəmləndirici, yəni başqa nə var ki? Nə bilim, qəribə şeylər, serumlar falan heç biri yoxdur. Bu da Biodermanın gözaltı nəmləndirici kremi. Belə bir sabun almışdım. Bu da neçə vaxt bundan əvvəlində bilmirəm. Güya ki bu İsveçrənin idi, ya haranın idi. Dəri baryerini onarmaq üçün nəsə belə bir sabun idi. Heç istifadə eləmədim. Bir il falan bundan qabaq almışdım. Bir il eləməmişəmsə yenə eləməyəcəm. Bu qədər. Nə üçün eləməmişəm istifadə? Çünki qorxuram. Çünki artıq mən son vaxtlar üzümə çox şey vurmuram. Əvvəllər məsəl üçün bir ara məndə nə var idi? Hər şeyi alıb sınırdım. İndi buna baxım, indi buna baxım, indi buna baxım. Amma bundan sonra qərara gəlmişəm ki, son illərdə hər şey dəyişdikcə üz daha da pis vəziyyətdə qalır. Bir dəfə ondan, bir dəfə bundan. Bir şeyə sabitlənib oturmaq lazımdır. Həmişə ondan istifadə etmək lazımdır. Bir də belə bir üz yuma tonik var idi. Rocher'dən göz üçündür bu daha doğrusu. Saç üçün Karistardan bu yağdan istifadə edirəm. Saçın uclarına çox yaxşı olur doğrudan da. Schwarzkopfdan bax bu serum kimi bir saç serumudur. Serum kimi bir saç serumu. Burada saç muzu var, lakı var, quru şampun. Bu da sırf ləkələrin üzərinə çəkirsən. Sırf ləkələr üçün La Roche-dan belə bir krem idi. Bu gülü biz COP29-da könüllüydük. Orada bütün Havay yox, Monaco yox, hansı ölkə idi? Dilimin ucundadır. O sectionda, həmin o ölkənin pavilyonunda bu güldən paylayırlar. Hətta bu gül üçün növbə idi. Bu səhər tezdən 10-dan mı neçədən mi gəlirdi. Yarım saatdan sonra qalmırdı. Hamı gedib növbə tuturdu. Deyərsiniz nədir? Maraqlı da hamı belə taxırdı gülü. Ona görə də mənim də xoşuma gəldi. Biz də qızla gedib bunun yəni bir təhər tapmışdıq. Çox gözəldir. Bilirsiniz, bu adada bundan güldən taxır belə qulağına. Duxulardan bizdə nə var? YSL-in Libresi var. Bunun mama məsələ üçün çox həddən artıq çox sevir. Çox elit qoxusu var. Daisy. Duxularının başlamışı belə güllü olur. Qəşəng idi. Bax indi çoxdan da yerə vurmuram. İyi qarışacaq bir-birinə. Bunu çoxdan da istifadə eləmirəm. Artıq iyi üçün darıxmışam. Və mənim ən sevimli Lancome. Bir dənə bu da hansıdır? Bu Zendaya göstərir, atın başında çapırır. Bilirsiniz, reklam odur. Çox gözəl bir
iyi var. Bax, bir dənə qəribə şey oldu ki, məcmuma deyir ki, mən bunun ilə bezirəm biraz vurandan sonra. Ki mən YSL-dan bezirəm, o da ondan bezmir. Həm qış, həm yay çox gözəlliyi var. Calvin Klein var. Bu da qəşəng duxudur, amma qış duxusudur bu. Bir dənə duxumuz var, Mom Guerlain. Armani Bastille In Red. Bir də bunlar Zara duxularıdır. Bilmirəm, Zara duxularından istifadə eləmisiniz. Bax, sual sizə gəlir. Şərhlərə düşə bilərsiniz. Zara duxularından istifadə eləmisiniz. Zara duxuları bilmirəm istifadə eləmisiniz yoxsa. Bəziləri çox tərifli, bəziləri çox pisdir. Qalıcılığına gəldikdə o qədər qalıcı deyil. Məsələn, bu təbii ki, bu qədər qalıcı deyil. Bunlar qədər qalıcı deyil. Onlar qədər deyil, amma bu da yaxşıdır. Bir də nə var? Mənim canım ciyərim ən sevdiyim mis diyor. Elə bu qədər. Dior'dan mis diyor. Dior'un da müxtəlif duxuları var bilirsiniz. Bu mis diyordur. Ən sevdiyim duxu. Möhtəşəm bir duxudur bu. Mükəmməl bir şeydir. Bu da Good Girl nədir ondan? Good Girl. Bu mən əsas qabı xoşlayıram. Bu arada kanala abunə olmağı unutmayın. Hamınızı çox sevirəm. Çox gözəl şərhlər yazırsınız. Bu həqiqətən də mənə ləzzət edir. Hamısını da bir-bir oxuyuram. Çalışdığım qədər cavab verirəm. Bu da qulluq vasitəsindəndir. Kalistara kremdir, nəmləndirici krem. O qədər gözəlliyi var. Çox qəşəngdir. Bu Felicita Happiness seriyasından. Makyaj məhsullara gəlirik. Mən sizə göstərəcəm gündəlik istifadə elədim. Məsələn, özəl günlərə, toya, ad gününə, banket belə şeylər gedəndə elədiyim makyajı demirəm, orada daha biraz üstünə eləyirsəm. Gündəlik, yəni sadə çox makyaj eləməyi xoşlayıram. Bəzən bu makyaj adlandırılmır. Nəmləndirici krem, nazik təbəqədə tonalli. Bu da çox ağır, ümumiyyətlə ağır tonallidir. Arialı tonallisidir. Estee Lauder, ən sevdiyim gözaltı Estee Lauderdir. Bunun nömrələri var, mənə uyğun rəngi budur. Gözaltı dediyim korrektor daha doğrusu. Bir də blush. Başqa inanırsınız, mən tuş çəkirdim. Son vaxtlar artıq 2 ay tuş çəkmirəm, çünki tuş həqiqətən kiprikləri çox pis məhv edir, doğrudan məhv edir. Bu həmin o məşhur, yəqin ki bilirsiniz, Maybelline Sky High tuşudur. Yəni də bunu da almayan olmadı da hamalda, amma doğrudan qəşəngdir. Amma mən sizə deyim ki, bu daha gözəldir Kalistarın. O Sky High düzdür, uzun eləyir kiprikləri, amma biraz palçıq kimi edir, yəni yapışdırır kiprikləri bir-birinə. Nə qədər çox insan əslində bunu deməsə də əslində belədir. Amma Kalistar yapışdırmır kiprikləri. Və bu Shiglamdan blushdır. Love Cake. Çox qəşəngdir. Mən bir ara bundan istifadə edirdim blush olaraq. Şaftalı tonlarındaydı. Çox bundan elədim. Bu şey bezdim. Mən artıq roz var. Blushdan istifadə edirəm. Çox qəşəngdir. Bu da bax belə hazır yumru başlığı var. Bu belə buradan da məncə yəni çox gözəldir. Gözəl yayılır. Təkcə blush kimi istifadə eləməyə də bilərsiniz. Məsələn mən bunu göz qapaqlarıma da çəkirəm. Ten kimi olur. Highlighter var, maye highlighter. Ümumiyyətlə mən maye məhsulları daha çox sevirəm. Bildiyiniz kimi blushlar da var da, toz blush var falan. Amma mən maye daha çox sevirəm. Nəyə görə? Onlar daha qəşəng yayılırlar. Bir də sifətə parlatma effekti verilir. Belə duru-duru olur sifət. Xoşuma gəlir. Bu da maye highlighterdır. Bunun ağ rəngi də olur, sarı. Bunun da nömrəsini sizə deyim. Nömrəsi Vanilla. Gözüm görmür uşaqlar. Vanilla Frost parlaqlıq verir. Bir şoxda nabor almışam. Bu da bunun içində idi. İndi sizə gəlin onları da göstərim. Naborda 12 dənə fırça var. Hər şey üçün var. Heç birini istifadə eləməmişəm. Biz vaxtım olmayıb da istifadə eləməyə. Ancaq bulaşırkən götürdüm tez, çünki bulaşdan gündəlik istifadə edirəm. Amma qalan heç eləmədiyim üçün Rumiana üçündür. Məsələn, bu çox baxın necə nazik və balacadır. Yəni buna baxın. Göz makyajında belə karandaşla falan kənara çıxartmaq üçün çox nazikdir. Ondan istifadə edirlər. Var. Konturlamaq üçün ayrı var. Makyaj məhsulunun özünün fırçası var və korobkasını tapa bilmirəm. Korobkasında da nömrələri var. Bir də burada nömrələri var. Məsələn, korobkasının üstündə yazılıb 5 blush üçün nəzərdə tutulub. 4 ten üçün nəzərdə tutulub. Burada da hamısının özünün nömrəsi var. 5, 4 üstlərində yazılıb. Bilirsən ki, nə üçün nəzərdə tutulub? O cəhətdən qəşəngdir. Mən bilirəm ki, mənim elədiyim makyaj ümumiyyətlə çox insanlar tərəfindən ümumiyyətlə makyaj sayılmır. Yəni mən deyəndə ki, hə bunu eləmirəm. Belə, aha, makyaj budur. Pomada olaraq da üçün tint ola bilər. Burada belə tünd görünür, tünd deyil. Çox qalır dodaqda. Bir də Maybelline belə bir pomadası var. Ondan almışdım, amma xoşuma gəlmədi çünki çox qurudur dodağı. Ən məşhur pomada var, o 100%-də də var, çoxunda var, çoxunuz bilirsiniz. Bu Maybelline bax bunlar da qəşəngdilər. Durudur və qurutmur dodağı və çox qalıcıdır. Ən sevdiyim pomadalardan da soruşsaz, mən sizə bunu deyəcəm. Maybelline bu pomadasını. Bir də tonalini olaraq belə bir tonalini var. Estee Lauder'dəndir. Bu tonalisidir. Uşaqlar, bu tonalinin nəyi pisdir? Düzəldənim məncə ümumiyyətlə ağlı olmayıb, yerində olmayıb. Tonalinin nə bir başlığı var, nə bir heç nə yoxdur. Belə su kimi gözünün başlığını alasan. O da heç almadım qaldı elə. Nəyə görə mən başlıq almalıyam? Bunu üstünə başlıq qoydu. Kalan qiymət qoyamırsan, bir dənə bunu başlıq qoyamırsan. Bunu düzəldən başı çatmır vəbşi belə də ki. Burada da bir iki dənə makyaj məhsulları var. Bilmirəm sizə hansılardan göstəririm. Maybelline-dən. Maybelline bütün pomadalarını bir alıb yoxlamışam. Bu da matdır. Matdır deyə dodağı qurudur uşaqlar. O sırf pomadadır. Yəni nə gloss, nə tint, nə bilim o şeylərdən deyil. Bu matdır, dodağı qurudur. Bu favorimdir. Çox qəşəngdir. Bu da çox qəşəngdir. Amma bu ikisi mat. Bir də bu ten paletin deyirdim. Ten palet. Rəngləri çox gözəldir.
rəngləri göstərmir də, adam əsəbləşir. Axı bu belə eybəcər rəng deyil, bu belə eybəcər rəng. O qədər gözəl rənglərdir. Zərri bir rəngdir bu. Çox gözəl. Bir də pigmentasiyası çox yüksəkdir.